Herkese salam, Material kanalındasınız. Bu video Həndəsə playlistinin ilk videosudur. Əslində xüsusi bir playlist belə deyil, amma mən ayırmağı düşünürəm. Çünki məncə həndəsə riyaziyyatın da təməlidir və həndəsə daha maraqlıdır məncə. Biraz görmək məsələsi deyirlər, amma məncə həndəsə praktik məsələsidir. Həndəsə daha çox praktik tələb eləyir və maraqlıdır. Görəndə də sizə xoş gəlir də belə deyim də, yəni bəzi şeyləri 2 addım qabağa görmək, orada nəyin nə ağaracağını sola baxan kimi görmək zövq verici bir şeydir. Amma bu təbii ki, zamanla azalan bir şeydir və biraz da çox tez işləmək lazımdır. Yəni xüsusi zəka istedadınız varsa başqa məsələ, amma yenə də deyirəm. Çox uzatmayım. Bu playlistdə sizə nə vəd eləyirəm, belə deyim. Cəbirdə elədiklərimin eynisini vəd eləyirəm. İlk öncə baxın, nə sistem kateqoriyalarına girəcəyik, onlardan danışım. Birinci mövzu sualları, yəni topludan seçdiyim mövzu suallarını işləyəcəyik. Bu topludakı təbii ki, bütün suallar deyil. Sadəcə vacib gördüyüm suallardır ki, bu sualı bilsən, qalan 9 sual da yazarsan, məsələn deyirəm. Yəni bunu bilməyin kifayətdir ki, o 9-u da yazasan, amma bir-bir oturub o topdakı sualları işləyərsiniz. Yəni 9-dan onları deyirəm, 11-ə vaxt yoxdur. 11-ə sadəcə bu videoya baxsa belə bəs eləyər məncə. Bunu işləyirsən, hamısının imtahan tipi olduğu üçün ayırmışam. Okay? Və hələ də eləyəcəm. Yəni bütün sualları da eləyəcəm. Toplu mövzu sualları bitdikdən sonra ki, artıq əminəm ki, bu videoya baxanlar o mövzunu yaxşı mənimsədi, bildi mən izahımdan birlikdə. Ondan sonra 20 sınaqdan həndəsənin əsas anlayışlarına, ya da ki, 3 bucaqlar, 4 bucaqlara, onlara aid sualları ayırmışam. Bir PDF halına gətirmişəm. Onları izah edəcəm. PDF-i də atacağam Telegram kanalıma. Bunun da PDF-ini Telegram kanalına atacağam. Onu da deyək ki, 20 sınaqda izah elədim. Ardından buraxılışda 2019-dan 25-ə qədər keçirilmiş OTK-lardakı həndəsənin əsas anlayışları suallarını ayırmışam. Onları işləyəcəm. Atacağam, gün-gün ataram ya da ki, bilmirəm. Sabahda falan atarım yəqin ki. Ardından buraxılış hissəsi bitir. Blok hissəsində isə 20 sınağın birinci və ikinci qrup 20 sınaqlar var. Onlarda həndəsənin əsas anlayışları sualları, həndəsənin əsas anlayışları bir meyardır. Yəni hamısına, bütün mövzulara aid danışıram. Və qəbula düşmüş bütün həndəsə əsas anlayışları suallarını ayıracam. Amma onları blokda ataram. Blokda dediyim, yəni martdan sonra ataram. Çünki indi açsam izlənməyəcək və indi mənə də əlavə ki, düzdür, indi çəkəcəm, amma o vaxt atacam. Nəysə, başlayaq ilk sualımızdan. Çox boş yapdım məncə. Başlayaq. Bunu dəyişim. Aha. Nə deyir? Deyir ki, AB parçası 5 bərabər hissəyə bölünüb. 5 bərabər hissə nə deməkdir ümumiyyətlə? Yəni 5-dir. Bunların hamısının arasındakı məsafə bərabərdir. 5 barmağın neçə arası var? 1, 2, 3, 4. Yəni həmişə bir əskik arası var. Yəni burada da neçə ara varsa, ona bir artıq nöqtə olmalı. Yəni 5 dənə bərabər parça varsa burada, 5 dənə bərabər hissə varsa, demək 6 nöqtə var, okey? 1, 2, 3, 4, 5 dənə. Hamısını x deyə bilərəm də. Çünki bunlar bir-birinə bərabərdir axı. Buna da x deyirəm, buna da x deyirəm. Hamısı bir-birinə bərabərdir. Ümumi neçə x-i bura 5x-dir. Amma bizə onu soruşmur. Deyir ki, MB bölünsün nə? Ayın. Bizdən bunu soruşur. MB nədir bax? MB burada. MB burada. Neçə x-dir bu? 1x, 2x, 3x, bu da 4x. Bu sual bu arada çox şablon sualdır. Yəni hər yerə düşür. 9-cu imtahana, 11-ci imtahanına, sınaqlara düşür. Bloka da biraz ağırlaşdırmış versiyasını sala bilərlər. Yəni həqiqətən düşür. Onun üçün qulaqlarınızı 4 açın. Bax 4x də MB 4x. Bax MB bu hissə nə qədərdir? 4x. 1 2 3 4. Bəs sonra nəyə bölməyimizi soruşur? A-yı nə bölməyimizi? A-yı aradı. Bax burada A-yın. A-yında neçə dənə x var? A-yın neçə x-i qucaqlayır belə deyim. 2 dənə x-i qucaqlayır. 1 bu da 2. Yəni 2x-ə böl bunu. İxtisar getdi x-lər. 2 ilə 4 getdi. Cavab nə elədi? 2 elədi. Baxın, burada bu tip parça suallarında həmin bu yuxarıdan gələn neçə dənə x-i qucaqladığını, neçə rəqəmi qucaqladığına baxın. Ona görə nisbət deyim, belə deyim. Bu nisbətləmə suallarında aydın ki, x-lər gedəcək. Okay? Belə, deyir ki, uzunluğu 39 sm olan düz xətt parçası 3 bərabər hissəyə bölünür. Birinci uzunluğu 39 sm olan düz xətt parçası çəkək. Okay. 39 sm-də. Adlandıra da bilərsiniz, adlandırmaya da bilərsiniz. Çünki takıntılı insanlar var ki, deyir, hamısı ABC olmalı. İlla orada AB-ni görməlidirlər. O yaxşı biz də yazaq onların ürək partlaması deyə. Bura A olsun, burada B olsun. Okay? 39 sm-dir. Bax belə həmişə çək bunu. 39 sm-də. 3 bərabər hissəyə bölün. Deyirəm bax, 3 bərabər hissə. Neçə arası var? 2 arası var. 2 dənə xətt çək. Sadəcə 2 xətt çək. 1, bu da 2. 3 dənə hissə yarandı. Bax 1 hissə, 2 hissə, 3 hissə.
3 bərabərsə dedik. 39-u 3 bərabərsə bölən nə edir? 13, 13, 13 edir də. Buna 13 yazıram. Buna da 13 yazıram. Buna da 13 yazıram. Deyir ki, kənar hissələrin orta nöqtələri arasında. Kənar hissə bu birinci bu kənar hissədir. Bir də bu kənar hissədə. Çünki bura orta nöqtədir. Bura orta hissədir. Kənar hissələr ortaları arasındakı məsafə. Bax, buranı istəyir bizdən. Hə? Bax, bura nə qədər hissəni qucaqlayır? Bax, buranı qucaqlayır da, buranı. Bura bir x istəyirəm. Burada bir x istəyirəm. Çünki bax, bura 13-dür, bura da 13-dür. X də ortadan bölürsə, bura x isə bura da x-dir, hə? İndi burada 13-dür. Toplayaq görək, toplayaq görək. Bu x-lər nəyə bərabərdir? Bax, bura 2x-dir. Üstə gəlirəm 13-ü. Yəni malı anlatır kimi anlatıram. Əslində bu x bilirsən ki 13-dür də. Amma yenə də deyirəm. Düz 2x bərabər nəyə 39-a, hə? Buradan 4x nə bərabərdir? 4x bərabər 26-ya. X nəyə bərabərdir burada? 6 onda 5-ə. Aha. İndi bax bu nə qədər hissəni qucaqlayır? X-i, 13-ü və x-i də, hə? Yəni 2x plus 13. Nəyə bərabərdir? 26-ya bərabərdir. Çünki 6 onda 5 2-yə vuranda bu eləyir 13. 13 üstünə 13 gələn nə eləyir? 26 eləyir. Bu sualda həqiqətən çox istifadə olunur. Yəni dəhşət çoxdur. Burada 3 olmur, 5 nöqtə olur, 5 hissə olur. Deyir 3-cü hissə ilə 4-cü hissə arasında, nə bilim 11-ci hissə ilə 7-ci hissənin ortalar nöqtəsi, ortalar arasındakı məsafəni tap, bla bla bla. Asad sualdır. Yaza bilərsiniz. Gözümə də işıq düşür deyə. Çox kameraya baxamıram. Nəsə. Deyir ki, düz xətt üzərində A, B, C, D, Y nöqtələri verilmişdir. Alınan şüa sayı bu düsturla hesablanır. Yəni P bərabərdir 2N düsturla hesablanır. Yəni N burada nədir? Nöqtə sayı. Nöqtə sayı. Nöqtə sayı, yəni neçə nöqtə var burada bax. 1, 2, 3, 4, 5. Neçə nöqtə qeyd olunub? 5 dənə nöqtə, n-i yerdə 5 qoyursan. Sadəcə 2-ni 5-ə vurursan nə eləyir? 10 eləyir. Parça sayı nədir bəs? Yəni deyirəm, bu 2-ni yadınızda saxlayın. 2-ni şuadır. Şua. Başa. Bax, nə tər yadınıza kodlayın beyninizdə? Bu qarışdıranlar olur da həmişə. Şua 3 hərflidir. Şua. Bu 2 hərflidir. Yəni bu az hərflidir. Amma parça 5 hərflidir, çox hərflidir. Bunun düsturu n vurulsun, n çıxılsın. 3 bölünsün 2-dir. Görürsən bu düsturuna qədərdir. Yəni bu da parça yekədir, şüa balacadır. Elə əlaqələndirə bilərsiniz. Bu belədir. Deyir ki, uzunluğu 48 sm olan AB düz xətt parçası var. Uzunluğu 48 sm. Nə oldu? Bir dəqiqə. What? Edit eləməliydim əslində. Bir dəqiqə. Qaldığım yerdən davam edeyim. Qələmdə sorun var idi deyəsən. Nə deyirdi? Deyir ki, uzunluğu 48 sm olan AB düz xətt parçası üzərində M nöqtəsi götürüldü. Bax, uzunluğu 48 sm olan bir AB düz xətti çəkeyim. Bu A olsun, bu B olsun, hə? Aha. AB uzunluğu 48 sm-dir. Bu belə çək. 48 deyən kimi belə 48 sm-i işarətlədim burada. AB düz xətt parçası üzərində M nöqtəsi götürülüb. M nöqtəsi götürülüb. Deyir ki, burada bir M nöqtəsi götürülüb. M. Hə? İstənilən yerdə eləyə bilərsiniz. M nöqtəsini istənilən yerdə konumlandıra bilərsiniz belə deyim. Onun çox bir fərqi olmayacaq. Sadəcə görərsən ki, 7 dəfə böyükdür. Sadəcə A-nın B-nin yerini dəyişə bilərsiniz. İndi dedikcə görərsiniz. AM nöqtəsi, aha, AM parçasının uzunluğu MB parçasının uzunluğundan 7 dəfə böyükdür. Bax, AM parçasının uzunluğu bu MB, yəni BM parçasının uzunluğundan 7 dəfə böyükdür. Yəni bura x-dirsə, bura 7x olmalıdır. Yəni dəfə böyük olmaq nə deməkdir? Bir şey vurmaq deməkdir də. Məsələn, 3 dəfə böyük deyəndə 3x, 3-ə vurursan. 3 dəfə kiçik deyəndə 3-ə bölürsən. Bu tip bir şeylərdir. Okay? Deyir ki, beyin parçasının uzunluğu. Yəni bizdən x-i soruşur. X bərabər sual işarəsi. Mən bilirəm ki, bu 48 nələri qucaqlayır? Həm 7x-i, həm də x-i. Yəni 7x plus x nədir? 8x-dir. 8x nəyə bərabərdir? Ümumi parçanın uzunluğudur da bu 48-ə bərabərdir. X nəyə bərabərdir burada? 6-ya bərabərdir. X 6-dır da birbaşa. Yaxşı, bizdən soruşsaydı bu nəyə bərabərdir? 42-yə bərabər olacaqdı. Bəs desəydi A-ın parçası ilə B-ın parçasının ortaları arasındakı məsafəni tap. Bunun ortası arasındakı məsafə nə olacaq? 3.5x bura, 3.5x bura. Çünki 7-nin burada nə olacaq idi? Bax burada. Bunun ortası. Bax bunların ikisinin ortası arasındakı məsafə. Burada nə olacaq? 0.5x bura, 0.5x bura. Hə? İndi bizdən bu nəyi qucaqlayırdı? Bax 3.5x-i qucaqlayır, bir də 0.5x-i qucaqlayır. Yəni bunları toplayacaq idim. 0.5x-in üstünə 3.5x kəndə nə eləyirdi? 4x. Hə? 4x. X-in də nə olduğunu tapmışdım? 6 olduğunu tapmışdım. Nəyə bərabər olacaqdı? 24-ə bərabər olacaqdı. Yəni bu tip
Belə deyim, sürətli anlatıram, düzdür? Başa düşmürsünüzsə, bir də baxın. Amma yəni bu tip suallarda, okey, səndən bunu soruşub, amma deyim başqa cür nətər soruşa bilər deyə özünə bir sual ver. Düzdür, biraz vaxtın gedəcək. Fikirləş. Bu həqiqətən də həndəsəni inkişaf elətdirən bir şeydir. Belə soruşub, amma belə soruşsaydı nətər olardı? Eleştirel düşüncəni artırın biraz. Okey? Bu vacibdir. Nə deyir? AB parçası üzərində nöqtə onu birinin uzunluğu digərinin uzunluğuna 24% olan iki hissəyə bölür. Bax, birinci yenə AB parçasını çəkirəm. Nə oldu? Yenə qələm getdi işinə. Aha, yox, gəldi. AB parçası. Hə. Bir nöqtə qeyd eləyək. Nə nöqtəsi olsun? C nöqtəsi olsun məsələn. C nöqtəsi qeyd edərik. Hə. Deyir ki, biri digərinin 24%-dir. Bax, birinə məsələn bura x desəm, buna x-i 24% deyəcəm, o biri hissəsinə. X-i 24%. Bir ədədin faizi nətər tapırsan? Yəni və ədədin faizi x-in 24% tapmaq istəyirsən, x-i 24-ə vurub 100-ə bölməlisən, hə. Burada böləndə 2 0, burada 2-dən vergül gətirirsən. Adi olan kəsrlər bilirsiniz yəqin ki. 0-dan 124 x 0-dan 124 x olacaq. Okay? Yəni sən bura 0-dan 24 x yazasan. Başa düşdün? Deyir ki, alınan parçaların uzunluqları fərqli. Bax, burada bir x parçası alınıb, burada 0,124 x parçası alınıb. Deyir, bunların uzunluqları fərqi. Yəni x-dən çıxıram nəyi? 0-dan 124 x-i nəyi tapıram? 76 sm tapıram. Bundan bunu çıxanda nə olur? 0-dan 176 x bərabər nəyə? 76-ya. X nəyə bərabərdir? 100-ə bərabərdir. Yəni x-dən nəyi 76-ya vurmuşam ki, 0-dan 176-ya vurmuşam ki, 2 dənə 0-ı buradan vergülü aparıb. Deməli 100-ə vurmuşammış. Hə yox, mən onu bilmirəm. Məsələn 76-nı 100%76 kimi yazırsan, sonra bunu vurursan x-ə, bərabər nə olur? 76. 76-lar burada ixtisar gedir. 100 atıram bura. X nəyə bərabər olur? 100-ə bərabər olur. Yəni eyni şeydir. Yəni belə toplama çıxma öyrədilmiş kimi olmuyor. Onun üçün deyirəm, həndəsə üçün toplamadır, faizdir, çıxmadır, bölmədir, vurmadır, nə bilim, kəsrlərin toplanması falan, bunları bilmək lazımdır. Aha. X 100-dür. X 100-dür. Yəni aydındır ki, bura 100 olacaq. Bura nə olacaq? 24 olacaq da. Deyir ki, ümumi uzunluğu tap. 24 burada, 100 burada. Nə qədər olacaq? 124. Cavab nə oldu? B variantı. Bəsit sual idi. Anlamadınızsa başa sarın. Bir də baxın. Çünki hər nüansı danışmışam mən, demişəm burada. Okay? Deyir ki, aha, uzunluğu A olan parça 4 bərabər hissəyə bölünür. 4 bərabər hissə. 4 hissə. Yəni neçə? 4 hissə 1, 2, 3, 4. 5 dənə nöqtə qeyd eləyəcəm mən burada. Ha? Bu ad 5 dənə nöqtə. 1, 2, 3, 4, 5. Ha, bir dəqiqə. Mən malam. Nə əlaqə? Hayda. Zaten. Nöqtələr var da burada. Ha. Wait. Aha. Bir dəqiqə. Zaten. Bunu nətər aşağı eləyə bilərəm? Full screen. Zaten burada bir nöqtə burada var. Bir nöqtə də burada var da. A nöqtəsi və B nöqtəsi var. Heç fərqi yoxdur. 4 dənə hissə. Yəni nöqtələr qeyd etməyin mənası yoxdur orada. Amma yenə də deyirəm. Çünki başqa suallarda ehtiyac ola bilər. Birinci və dördüncü hissənin ortası. Bax, neçə dənə nöqtə? 5 dənə nöqtə qeyd edəcəm. Bir ikisi burdadır. Sadəcə 3 nöqtə qeyd edəcəm. Bax, görürsən 4 dənə hissə alındı. 4 hissə alındı bax. 4 hissə. 4 dənə hissə alındı. Aha. Uzunluğu ümumi A-dır. Bax, uzunluğu ümumi nədir bunun adı? Birinci və dördüncü. Bax, birinci budur, o birinci budur, ikinci budur, üçüncü budur və dördüncü budur. Birinci və dördüncü hissələrin ortalar arasında məsafə. Dördüncü. Dörd nöqtə ortalar arasında məsafə. İndi ümumi uzunluq A-dırsa və 4 dənə bərabər hissəyə bölünübsə, aydındır ki, hər hissəyə A bölünsün 4 düşəcək. Yəni burada A bölünsün 4 düşəcək, burada A bölünsün 4 düşəcək, burada A bölünsün 4 düşəcək, burada A bölünsün 4 düşəcək. Aha. Amma bax, bizdən nə istəyir? Bu hissəni istəyir də. Bu hissəni qucaqlayan, bu hissə hansıları qucaqlayır? A bölünsün 4-ü qucaqlayır, A bölünsün 4-ü qucaqlayır, bunun yarısını qucaqlayır və bunun yarısını qucaqlayır. Yəni bunları toplamaq lazımdır. A bölünsün 4 gəlsin, A bölünsün 4. Üstünə gəlsin nə? A bölünsün 4-ün yarısı. A bölünsün 4-ün yarısı nədir? Yarısını tapmaq üçün nə qarırdıq? 2-yə bölürdük də. A bölünsün 4-ü bölürəm 2-yə. 2-yə böləndə nə qarıram? Tərsinə vururam. Yəni 1 bölünsün 2-yə vururam. Ne edir? A bölünsün 8. Üstünə A bölünsün 8 gəlirəm. Burada da yenisini edirəm. Çünki bu da A bölünsün 4-ün yarısıdır. A bölünsün 8. Ortaq məxrəci nədir? 8-dir. Nə vurmalıyım? 2-yə vurmalıyım. Bunu 2-yə vurmalıyım, bunu 2-yə vurmalıyım. Kəsrə toplanması bilirsiniz yəqin ki, çünki bunu anlatmayacağam. 2A plus 2A plus A nə olur? 6A bölünsün 4, 8. Bunlar ixtisar gedəndə 3A bölünsün 4. Cavab nə olur?
D variantı. Başa düşmədisə yenə deyirəm, başa sarın yenə baxın. Çünki bu sual tipləri çox vacib sual tipləridir. İkinci dəfə anlatamayacağam çünki ə, çox şey anlatmalıyam. Hə, sual çoxdur, həm də ki, çox vaxtınızı alım istəmirəm bu tip suallarla. Bəsit suallardır bunlar. İkinci dəfə baxın, anlayasınız məncə. Aha, keçək nəyə? 7-ci suala. Deyir ki, AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə, bax, AB parçasını yenə çək. AB parçası çək. Deyir, nöqtəsi ilə, bax, burada bir C nöqtəsi qeyd elə, burada bir C nöqtəsi qeyd elə. C nöqtəsinə A nöqtəsindən başlayaraq, yəni bu nöqtədən başlayırsan. A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4 bölünsün 5 nisbəti əmələ gətirir. Bax belə. Belə çək. 4 bölünsün 5, yəni 4x bölünsün, 4x 5x nisbətində eləyir də, okey? D nöqtəsi ilə. Burada bir D nöqtəsi qeyd eləyək. Burada bir D nöqtəsi qeyd eləyək. Buradaysa 7 bölünsün 2. Yəni x deməyək, x deməyək. Burada bu arada soruşa bilərsiniz ki, yəni düzdür, hamımız öyrənmişik ki, bunun yanına x yapışdırırıq da. Amma niyə görə x yapışdırırıq? 4x. 4 bölünsün 5, amma mən 4x bölünsün 5x kimi yazıram. Niyə görə? Deyirsə ki, x-lər ixtisar edir. Yox. O mənada yox. Məsələn, bu ola bilər 20 bölünsün 25-də, başa düşürsən? Ya da ki, nə bilim, 28 bölünsün 35. 35-də, okey? Yəni yenə ixtisar gedəndə 7 ixtisar gedəndə 4 bölünsün 5 qalacaq ha, o başqa məsələdir. Amma sən nəyə ixtisar getdiyini bilmirsən deyə, sən bura 4 bölünsün 5 yazanmasan. Bəlkə də bu 4 bölünsün 5 ixtisar edən alınır, amma bəlkə də bu 20 bölünsün 25-dir. 4 bölünsün 5 deyil. Sən parçanın uzunluğunu oynaya bilməzsən. Onun üçün yanına x yapışdırırıq ki, x bilinmir və biz onu konkret müəyyən edə bilirik də, okey? Burada 7y və y yazıram. Deyərsən ki, 2y yazıram. Deyərsən ki, niyə görə y yazdın, x yazmadın? Çünki bunlar eyni şeylər deyil. Yəni eyni nisbətlər deyil. Başa düşürsüz? Belə bir şeydir. Deyək ki, AC neçədir? AC 8-dir. AC nədir? 8-dir. Yəni 4x bərabərdir 8-ə. 4x bərabərdir 8. X nəyə bərabərdir? 2-yə bərabərdir. Okey. X 2-yə bərabərdir. CD parçasının uzunluğu. CD. CD bax bizdən buranın uzunluğunu istəyir. Buranın uzunluğunu tapmaq üçün nə etmək lazımdır? Bir buranı çıxmaq lazımdır ümumi parçadan. Bir də buranı çıxmaq lazımdır. Yəni mən 2y tapmalıyım. Buranı bilirəm də. Bura zaten 8-dir. Yəni bura zaten 8-dir. Bir də buranı tapmalıyam mən. Və ümumi uzunluğu da bilirəm də. Ümumi uzunluğu hardan bilirəm? Ümumi uzunluğu bilirəm ki, 9x deyil, 9x. X 2-dirsə, ümumi uzunluğu nə olacaq? 9x 18 olacaq. Ümumi parçanın, AB parçasının uzunluğunu mən 18 olduğunu tapdım. Bu problemsizdir. Amma biz birinci buranı tapmalıyıq. Buranı tapmalıyıq ki, biz buranı tapa bilək. Okay? Buranı tapmaq üçün y. Yəni ümumi 7y və 2y. Ümumi 9y var və AB parçası da bərabərdir. AB parçasından tapdım, mən 18 tapdım. Y nəyə bərabər oldu? 2-yə bərabər oldu. Okay, y 2-dir. Y 2-dirsə bura nə olacaq? 4 olacaq da. Çünki 2y 4-dür. Bura 4-dür. Bura 4-dür, bura 8-dir. Bəs bura nə qalır? Ümumi 18 idi. 4-ü çıxdım. Çıxım 4-ü və 8 də çıxdım. Nə elədi? 6 qaldı da. Deməli bura nə qaldı? 6 qaldı. Cavab nə oldu? Y variantı. Biraz qarışıq görsənir. Amma yenə deyirəm, dediklərim ardıcıl idi. Anlamadınızsa başa sarın, baxın yenə anlayasınız. Keçək bura. Diaqramda müxtəlif düz xəttlər üzərində qeyd olunmuş nöqtələrin və onların əmələ gətirdiyi şüaların sayı haqqında məlumat verilmişdir. Şua sayı nə idi? 2n. 2n düsturundan hesablanırdı. Okay? Deyir ki, bu müxtəlif düz xəttlər, diaqram müxtəlif düz xəttlərdir və həmin o düz xəttlər üzərində 2 nöqtə, 3 nöqtə, 4 nöqtə, düz xəttlərdə 3 dənə düz nöqtə xətt deyək. Deyək ki, burada 2 nöqtə qeyd olunub, burada 3 nöqtə qeyd olunub, burada 4 nöqtə qeyd olunub. Okay də. Deyir ki, bunların yaratdığı şüaların sayı mn k ilə işarə olunub. Bax 4 nöqtə olanın şüa sayı nədir? M-dir də. M nəyə bərabərdir? 2 vurulsun nəyə? 4-ə. Çünki 2n idi axı. Nöqtə sayını 2-yə vururdum. Nöqtə sayını 2-yə vurdum nədir? 8. M nəyə bərabər oldu? 8-ə bərabər oldu. 2 nöqtə olan nədir? N. N nədir? 2n idi axı düstur. Yəni bu n o n-dən deyil, amma yenə də. 2 vurulsun nə? 2. Hə, çünki 2 nöqtə var. Onu da 2-yə vururam nə olur? 4. Bəs k nədir? K 2 vurulsun 3-dür. Aha, nə oldu? 6 oldu. Tamam. İndi m'in deyir n'in üstünə m gəl. N'in üstünə, 4-ün üstünə gəl nə? M. M, yəni 4 plus 8, 12. 12-dən çıxıram nəyi? 6-nı. Nə eləyir? Cavab 6 eləyir. Cavab B variantı. Problem yoxdur. Ora keçək nəyə? Bura. Düz xətt üzərində A, B, C, D nöqtələri ardıcıl qeyd olunmuşdur. Düz xətti A, B, C, D nöqtələri. Bax, A, B, C, D nöqtə ardıcıl qeyd olunmuşdur. AC və BD. Bax, AC və BD.
Bura nədir? 17 santimetrdir. Bura da 17 santimetrdir. Bizə verildi. Çünki ikisi də bir-birinə bərabərdir. AD. Ümumi AD. AD nəyə bərabərdir? 23-ə bərabərdir. Bizdən BC-nin uzunluğunu, yəni bura x deyək, bura. Buranı soruşur. X bərabərdir, sual işarəsi. Bax, bura 17-dir, ümumi 23-dür. Bura nə qalır? Bax, bura. Bura qalır. 23-dən 17-ni çıxacam da. Nəyə qalır? 6 qalır. Bura 6-dır. Əgər bura 6-dırsa, bura da 17-dirsə, bura nə qalır? Bura qalır. X bərabər nə? 11. Cavab nə olur? C variantı. Görürsünüz, bəsitdir. Sadəcə bax, bu xəttlərlə işləməyi bilin. Bax, bunları çəkməyi bacarın. Çox bəsit bir sualdır. Okay? Keçək nəyə? Keçək bura. Deyir ki, AC parçası CD parçasından 3 dəfə uzundur. Bax, AC parçası nədir? AC parçası budur. AC. Bax, üstdən xəttləri çəkməyi bil. Bu xəttləri çəkməyi bacar. AC parçası CD parçasından, bax, bu CD parçasından neçə dəfə böyükdür? 3 dəfə böyükdür. Yəni buna x desəm, bunu 3x deyə bilərəm də. Bu problemsiz bir şeydir. Okay? 3x deyə bilərəm. B nöqtəsi AD parçasının orta nöqtəsidir. Bax, B nöqtəsi nədir? AD parçasının orta nöqtəsidir. Yəni orta nöqtə nə deməkdir? O eşit bölür də, bərabər bölür. Buranı da bərabər, buranı da bərabər bölür. Okay? Buranı da bərabər bölür. BC bölünsün AC-ni istəyir bizdən. BC haradır? Bax, BC buradır. Bura. Buranın x olduğunu görürəm mən. Hardan görürəm deyə soruşsam, bax. Sürətli şəkildə bunu göstərməyə çalışım. Bura A-dır, bura B-dir, bura C-dir, bura da deyil. Deyir bu orta nöqtədir. Bax, bura 3x-dir. Yox, bura 3x deyil. Bura 3x-dir. Bura 3x-dir. Bura 3x-dir. Bura nədir? X-dir. Ümumi nə oldu? Ümumi 4x olmadı. 4x-i yarı-yarı böləndə nə edir? 2x, 2x. Yəni B bunları yarı bölür. 2x bura bölür, 2x də bura bölür. Zaten buranın x olduğunu bilirəm. Bura nə qalır? X qalır. Çünki bura 2x olmalıdır. Başa düşürəm. Biraz kompleks gələ bilər, mürəkkəb gələ bilər, götürə bilərsiniz. Amma ən azından taklid eləməyə çalışın mən. Yəni nə qardığıma taklid eləyin, sonradan yavaş-yavaş oturacaq o. Okay? Videonu dayandırın, məsələn, mən dediklərimi təkrar edin, nətər elədim. Onu eləməyə çalışın, o yavaş-yavaş oturacaq. Hər kəs hər şeyi birinci dəfədə anlamalı deyə bir şey yoxdur. Yəni elə olsaydı hamı eləyərdi. Öyrənmə biraz acı verici prosesdir. Bu bəsit sual, elə nə çətin suallar var. Aha, 2x budur. X bura düşdü də. Buranın x olduğunu mən gördüm. Nə deyir? BC. BC haradır? X-dir. BC x-dir. X olduğunu gördüm. Bölünsün AC. AC haradır? AC buradır. Bax. AC 3x idi də zaten. Bizə AC-nin 3x olduğunu göstərir. Bax, AC parçası CD parçasından 3 dəfə böyükdür. 3x olduğunu görürəm. İstər getdi. Cavab nə oldu? 1 bölünsün 3. Cavab nə oldu? C variantı. Edirəm. Başa düşmədisə, başa sarın. Düz xətt üzərində olan 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı parçaların sayının neçə faizidir? Bax, şüaların sayı nə idi? 6 nöqtə var. N bərabər nə? 6. Parça neçə şua əmələ gəlirdi? Məsələn, ş ilə işarə edeyim. 2 vurulsun 6. Nəyə bərabərdir? 12-yə bərabərdir. Bu 12-dir. Bəs parça sayı nəyə bərabərdir? N vurulsun, N çıxılsın. 3 bölünsün 2-yə bərabər idi. Hə? N vurulsun, N çıxılsın 3 bölünsün 2. Yəni 6 vurulsun, 6 çıxılsın 3 bölünsün 2, 18 2, 9. Okay? 9'da. Deyir ki, şualar sayı parçaların sayının neçə faizidir? Neçə faizidir? Yəni parçaların sayı 9, 100%dir deyəsək. 12 deyə neçə faizdir? Burada n çıxılsın 1 deyildi. N çıxılsın 1 olsun nə olur? 6 vurulsun 5 bölünsün 2. Bu olacaq nə? 15. 15 100. 100, 12, x. 12x, x nəyə bərabərdir buradan? 12 vurulsun 100 bölünsün 15. Bunlar ixtisara getsə 3-ə 4, 5, 5, 20. Bu edir 80%. Cavab 80%dir. Bir dənə baxım. 80. Aha, 80%dir. Yəni çox üzr istəyirəm, düsturu biraz unutmuşam. Düzdür ki, başı biraz dumanlıdır. Burada n vurulsun, n çıxılsın 1-dir. Yenə başdan anlatıram, bunu unutun. N vurulsun, n çıxılsın 1 bölünsün 2 ilə düstur. Başa düşdünüz? Yəni parça düsturu. Şua düsturu nə idi? 2n idi. Bəs parça düsturu nə idi? N vurulsun, n çıxılsın 1 bölünsün 2. Okay? Gətirib n-i, 6-nı gətirib qoyuram yerinə. 6 vurulsun, 6 çıxılsın 3. Aha, bölünsün 2. Yəni 6 vurulsun 3. 6 3-ə vurdum 18, böldüyüm 2-yə 9. Yəni 9 dənə parçamız var, 12 dənə şuamız var. Deyir ki, parçaların sayı şuaların sayının hansı hissəsidir? Başa düşdünüz? Hə,
ümumiyə, bu edir 15-i. 9 deyil. Lənət şeytana. Burada 6 vurulsun 5'dir. Niyə toparlayıram bunu? Editdə kəsəməyəcəm çünki bu editləmə uzun söhbətdir. Sualı bir də başdan başlayalım. Dəqiqə. Baxın, deyir ki, parça sayı nədir? N vurulsun, N çıxılsın, 1 bölünsün 2 düsturuna hesablanır da, hə? Bu düsturuna hesablanır. N çıxılsın 3 deyildi. O şeydir, diagonal sayı idi. Yəni 4 bucağında diagonal sayı idi. Bir təpə ümumi diagonal sayı idi. Onunla qarışdırmışam. Elə bir şey deyil. Burada N vurulsun, N çıxılsın 1 bölünsün 2-dir. Yəni N neçədir? N 6'dır da. Çünki 6 nöqtə qeyd olundu baxı burada. Şua sayında bir problem yoxdur. Sadəcə parça sayındaydı bu. 6 vurulsun, 6 çıxılsın 1. Bölünsün 2. Yəni 6 vurulsun 5 bölünsün 2 nədir bu? 15. 15 daha. İndi 15 100%dirsə, 15 100%dirsə, 12 neçə faizdir? X faizdir. Burada tənasüb quracaq. Okay? Həmişə belə tapın. Yəni ədədin faizinə görə hissəsi tapılması falan o biraz mən ondan heç vaxt eləməmişəm. Yəni uşaqlığımdan bəri mən yadıma düşür. Anam bu yolla izah eləmişdi. 4-cü sinif falan idi. O gün bu günü mən hələ də bu yoldan istifadə edirəm. Bütün yəni ən çətin suallarda belə bu yolla istifadə edirəm. Tənasüb, sadəcə tənasüb qurun. 15 100% isə 12 x faiz. Çünki deyir ki, parçaların sayı şuaların sayının neçə faizidir. Bax, parçalar onun üçün 15-i 100% götürürəm. Çünki bir faizi 100 üzərindən hesablayırıq da biz. 12'ni de x faiz götürürəm. İndi çarpaz vururam. Çarpaz vurun. 15x bərabərdir 12 vurulsun nəyə? 100-ə. 12 ilə 15 nəyə ixtisar edir? 3-ə ixtisar edir. Burada qalır 5, burada qalır 4. 5 ilə 100 5-ə ixtisar edir. Burada qalır 20. X nəyə bərabər olur? 80-ə bərabər olur. Cavabımız nə olur? 80. Yəni çox uzatmayın bu sualda. Keçək. Aha. Burada nə haqqında danışacağam? Artıq yəni parça, şua, problemini məncə aradan qaldırdıq. Düzdür, 20 sınav tekrar suallarını da izah eləyəcəyik. Onunla daha da problemsiz olacaq. Amma məncə artıq şu anında düsturun, parçanın da düsturunu da bilirsiniz, tətbiq eləməyi də bilirsiniz. Aşağıdan, yuxarıdan o qucaqlamaq söhbətini də bilirsiniz. Məncə o problem yaşanmayacaq orada. Amma yenə də siz əgər 9 onlar baxırsa bu sual şeyə, topludan açın işləyin o mövzuları. Sizin üçün problem olmayacaq. Aha. İndi keçək bucaq anlayışına. Bucaq. Baxın, iki şua arasında qalan hissəyə bucaq deyir. Məsələn, bura bir alfa deyirlər, bucaqdır. Sualları isə daha yaxşı anlayasınız. Amma buna deyirlər bucaq. Yəni bu bucaq. Okay. Sonra nə var? Paralellik falan o bir videoda deyəcəm. Çünki bu videoda çatmayacaq o. Başqa nə deyə bilərəm sizə? Bucağın tənböləni anlayışı var. Necə ki, baxın. Deyək ki, bir xətt çıxır. Burada tənbölən. Bura belə işarə olunur və bucaq tən yarıdan bölür. Deyək ki, bura 100 dərəcə idisə, bu tən yarıdan böləndə bunu 50 dərəcə edir. Başa düşdünüz? 50 dərəcə edir. Sonra bucaqda nə anlayış var? Yadıma düşmür. Yəqin ki, suallarda daha rahat deyəcəm sizə. Problem olmayacaq. Okay. Konkret bucaq anlayışında da bir şey yoxdur. Amma bir şey də deyim. Yəqin ki, bilirsiniz, iti bucaqdır, kor bucaqdır, açıq bucaqdır, tam bucaqdır. Bunları bilirsiniz. İti bucaq nədir? İti bucaq 0-la alfa 90 dərəcəsində olmalıdır. Yəni iti olmalıdır. Sözün yəni adı üstündə iti olmalıdır və nətər 1-dən 89-a qədər ola bilər. Yəni 89,999 da ola bilər və 0001 də ola bilər. Okay? Amma 0 dərəcə olanda artıq açıq bucaq olur. Aha. Yəni iti bucaq olmalıdır. Yəni bunlar bilirsiniz, yəqin ki, təkrar üçün deyirəm mən. 90 dərəcə nədir? 90 dərəcə bu düz bucaqdır. Düz, yəni düz deyirlər buna. Düz bucaqlıdan da yanınızda saxlaya bilərsiniz. Bu açıq 90 dərəcə olur, düz bucaqdır. Kor bucaq var. Kor bucaq 90-dan böyük, 180-dən kiçikdir. Bax, kordur. Yəni kor niyə görə kor deyirlər buna bilmirəm, amma yəni yəqin ki, kor olduğu üçün yox. 90-la alfa 180 arasında olmalıdır. 179,999 da ola bilər, 90,001 də ola bilər. Başa düşdünüz? Yəni bu rahatdır. Bərabərsizlik versiyaları da var bunların. Onları da həll eləmək olar. Yəqin ki, qabağımıza çıxacaq qabaqda. Okay. Bu belə.
Ardından açıq bucağı var. Bu 180 dərəcədir, 180 dərəcə və tam bucağı var. Tam bucağı da belədir məsələn. Dönüb gəlib belə olub. Bu olur 360 dərəcə. Yəni bu bucaqlar dönür də, başa düşürsüz? Bu şüalar dönür. Bax, deyək ki, belə bir şeydir. Dönür, getdikcə dönür. Trigonometriyada bunu daha rahat anlayasınız, daha rahat anlatacağım. Bax, belə dönür. Bax, dönür, gəlir, oldu 0. Həm 0 oldu, həm 360 oldu. 0-dan 360 bucaq olaraq eyni şeydir. Bax, görürsən, artır. İti bucağıdır, iti bucağıdır. Gəldi, bax, düz bucaq oldu. Sonra oldu kör bucaq. Sonra təzədən açıq bucaq oldu. Sonra nə oldu? Tam bucaq oldu. Amma açıq bucaqla tam bucaq arasındakı 181, 182, 270 falan onların şeyi yoxdur. Yəni adı yox, konkret bir adı yoxdur. Onlar sadəcə belə normal bucaq deyilir. Okay? Baxaq bu suallara. Deyir ki, OC şüası AOB-nin tən böləndir. Bax, tən bölən. Yəni tən bölən nədir? Bərabər bölürdü. Yəni tən bölürdü. Tən orta adı üstündə də. AOB tən bölən, AOB. Bax bu tən böləndir. Tən böləndir. OC. Bu 30-dursa aydın ki, burada 30 olacaq. Çünki nədir? Tən yarıdan bölüb də. Buranı 30, buranı da 30 bölməlidir. Ümumi nədir? AOB. Bax, AOB. AOB nədir? 60 dərəcə. Bucaq oxumağı da deyim. Bax, AOB. Əlinizi gətirin. A-dan keçirdin, O-dan keçirdin, B-dən keçirdin. Ortadakı həmişə sizin bucağınızdır. Ortadakı. Nə o? O həmişə bax, O-nun üçüncü sizin bucağınızdır. Sizdən istənilən bucaq da həmişə. Bunu yanınızda çıxartmayın. Vacib bir məlumatdır. Yəni yəqin ki, bilirsiniz bunu, amma yenə də deyirəm. Keçək. Keçək bu suala. Deyir ki, ABC düz bucağı. Bax, düz bucaq olduğunu görürəm də. Niyə görürəm? Çünki 90 dərəcədir. 90 dərəcə düz bucağıdır. A çıxılsın B, bax, A çıxılsın beta, alfa çıxılsın beta 10 dərəcədir. Aha. Bəs alfa plus beta nədir? Bu 90-dır da, 90-dır. Alfa plus beta da nəyə bərabər? 90-a bərabərdir. Çünki nədir? Bu düz bucaqdır. Düz bucaqda bucaqlar 90-a bərabər olmalıdır. Alfa plus beta nəyə bərabərdir? 90-a bərabərdir. İndi sistem tənqid eləmək bilirsiniz yəqin ki. Tərəf-tərəfə toplayın buradan. Betalar getdi. 2 alfa nəyə bərabərdir? 100-ə bərabərdir. Alfa nəyə bərabərdir? 50-yə bərabərdir. Всё. Bizə alfa soruşdu 50. Betanı soruşsaydı nə olacaqdı? 50-nin üstünə neçə gəldi? 90 eləyir, 40 eləyir. Okay. Belə. Desəydi alfa ilə betanın tən bölənlər arasındakı məsafəni tapın falan. Bunlar da qəşəng suallardır. Yəqin ki, qabağımıza çıxacaq. Deyir ki, BD şüası ABC düz bucağından. Bax, ABC düz bucağı çəkək belə. Bax, A, B, C düz bucağı. Bax, düz bucaq da bu. Düz bucağı. Aha. BD şüası. Bax, bir dənə BD şüası çıxardaq. Şüadır, bu D'dir. Burada müəyyən bir D nöqtəsindədir. Aha. BD şüası AB düz bucağından onun 18-də 5 hissəsini təşkil edir. BD şüası ABC düz bucağından onun 18-də 5 hissəsini təşkil edən ABD bucağı ayırır. Ümumi ABD bucağı ayırır. Bax, bu nə deməkdir? Bax, ABD bucağı. Bura bir alfa deyək. ABD bucağı ayırır. Deyir ki, onun 18-də 5 hissəsini təşkil edir bu. Yəni 90 dərəcənin düz bucağın 18-də 5 hissəsi nədir? Alfaya bərabərdir. İndi mən 90-ın 18-də 5 hissəsini tapmalıyam da. 18-də 5. 18-dən bu ixtisar gedər. Nə eləyir? 5 eləyir. 5 eləyir də, hə? 5 eləyir. 5-5-in nə eləyir? 25 eləyir. Deməli, alfa nəyə bərabərdir? 25-ə bərabərdir. DBC bucağını istəyir. Bax, DBC bucağı. Ortada qalan nə oldu? B oldu. Yəni, həmin bura. Buranı istəyir. Buna nə olacaq? 65 dərəcə olacaq. Niyə görə 65 olacaq? Çünki 90-dan mən nəyə çıxıram? 25 çıxıram. Nə olur? 65. 90-dan həmin bu 25-i çıxıram. Bu qədər. Keçək nəyə? 16-cı suala. Deyir ki, 155 dərəcədir bucağın. Bax, 155 dərəcədir bir bucaq. Nədir 155 dərəcədir? Kör bucaqdır. Çünki nəyə görə 90-dan böyükdür, 180-dən kiçikdir. Bu bir kör bucaqdır. Adlandırmaq istəyirsinizsə də adlandıram. ABC. Aha. 155 dərəcəli bucağın təpəsindən çıxan şüa. Bax, buradan bir təpə haradır? Təpə bu nöqtədir. Buradan bir şüa çıxır. Şüa onu ölçülərinin fərqi 25 dərəcə olan iki bucağa ayırır. Bax, deyək ki, bura alfadır, bura betadır. Alfa çıxılsın beta nəyə bərabərdir? 25-dədir. Çünki özü dili ilə deyir ki, bunların fərqi nəyə bərabərdir? 25-ə bərabərdir. Bəs bunların cəmi nəyə bərabərdir? Axı şərtdə də deyir ki, 125 dərəcəyə bərabərdir. Ümumi 155 dərəcəyə bərabərdir. Yəni alfa plus beta nəyə bərabərdir? 155 dərəcəyə bərabərdir. Yəni deyirəm, verilənləri istifadə etmək bil. Əgər həndəsədə bir şey çıxmırsa ortalığa, yəni hadi
Yazdım amma tıxandım. Deməli verilən çox şeyi istifadə eləməmisən. Verilən yerdə bir şey, bir detala toxunmamısan ki, hansı ki ona toxunsan sən cavabı taparsan. Bu bəsit sualdır. Məsələn, dördbucaqlı da çevrədə falan o tip şeylər çoxdur. Onun üçün orada gələndə deyəcəm. 155 dərəcəli bucaqdır. Ümumi 155-dir. Ona görə cəmi 155-dir. Bəs fərqi nədir? 25-dir. Ağzı ilə deyir. Yenə bərabər sistem tənliyi idi. Topladım. Betalar getdi. 2 alfa nəyə bərabər oldu? 180-ə bərabər oldu. Alfa nəyə bərabər oldu? 90-a bərabər oldu. Əgər alfa 90-dırsa, beta nəyə bərabərdir? 65 dərəcəyə bərabərdir. Çünki cəmi deyəndə 155 olmalıdır. Alınan böyük bucağı tapın 90 dərəcə. Cavab nə oldu? D variantı oldu. 150 dərəcəli bucaqla bax yenə bir 150 dərəcəli bir bucaq var burada. 150 dərəcəli bir bucaq var. Deyir ki, onun təpəsindən, yəni bax bu təpədən çıxan bir şüa var. Onu 2 bucağa ayırır. Aydın ki, 2 bucağa ayıracaq da. 2 dənə bucağa ayırır. 2 bucağa. Biri deyir digərindən 4 vahid, yəni 4 bölünsün 1 nisbətindədir. Yəni 4 bölünsün 1 nisbətində. Bu nə demək? 4x bölünsün x nisbətindədir də, hə? Çünki x-lər gedəcək, yenə 4 bölünsün 1 qalacaq. Yəni sən bura 4x və x yaza bilərsən. Hə? 4x və x yaza bilərsən. Ümumi 150-dir və 4x və x-dən ibarətdir. Yəni 4x üstə x bərabərdir 150-dir. Başa düşürsən? Çünki zaten ümumi bucaq 150 idi və mən bunu 4x və x kimi böldüm. Yəni 4x plus x bərabərdir 150-yə. Bu vacibdir. Aha. Yəni 5x nəyə bərabərdir? 150-yə bərabərdir, hə? X nəyə bərabərdir? 150-ni 5-ə bölündə 30-a bərabərdir. X 30-a bərabərdir. Vəsə, alınan kiçik bucağı tapın. Alınan kiçik bucaq nə elədir? 30 dərəcə elədir. Çünki X alınan böyük bucaq desəydi 120 dərəcə olacaq. Okay? Bu vacibdir. Cavab nə olur? 30 olur. E variantı. Açıq bucaq. Bu açıq bucaq nə idi? Açıq bucaq dedik ki, buydu da. Açıq bucaq buydu. O nöqtəsi deyək ki, bura. Açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan iki şüa, 2 dənə şüa çıxartdım. 2 şüa çıxartdım. 2 şüa çıxartdım. Onun dərəcə ölçüləri 1, 2 və 3. Belə olanda həmişə yanına x yapışdırın. X yapışdırın gəlsin. Biri yanına 1x. Yəni 1x nədir? X-dir. 2x, bura yaz 2x, bura yaz 3x. Hə? 3x nisbətində olan 3 bucağa ayırır. Ümumi nədir? 180. Ümumi nədir? 180. Hə? 180 dərəcədir. 180 bərabərdir bunların cəminə. X üstünə yazsın, 2x üstünə yazsın. 3x bərabər nəyə? 180. Hə? Bəs burada nədir? 6x bərabər nəyə? 180-ə. X nəyə bərabərdir? 30-a bərabərdir. Süd x 30-a bərabər. Alınan böyük bucaq. Alınan böyük bucaq nədir? Aydın ki, 3x olacaq. Yəni nə? 90 dərəcə. Düzdür, 90 dərəcəyə oxşamır bu. Amma şəkildə elə olmur da. Yəni sən nə lazımdır ki? Cavabı tapmaq lazımdır da. Şəklin biraz asimetrik olması, düzgün olmaması çox da problem deyil. Cavab nə olur? Y variantı olur. Deyir ki, bucağın tərəfləri arasında keçən şüa onu kiçiyinin dərəcə ölçüsü 12 olan iki bucağa ayırır və bu verilən bucağın 17-də 3 hissəsidir. Bucağın dərəcə ölçüsünü tapın. Bax deyək ki, nətər deyim, itidir, kördür bilmirəm. Yəqin ki, iti bucaqdır, çünki cavabların hamısı iti verib. Ha? Yox, yaxşı təkənmədim şəkli. Belə bir bucağıdır. Deyir ki, şüa onu iki bucağa ayırır. Bir bucağı 12-dir, bir bucağı da həmin bu bucağın o, yəni 17-də 3 hissəsidir. 17-də 3 hissəsidir. Başa düşürsən? Yəni nətər deyim? Ümumi 17-də 3-dürsə, ümumi bucağa nə deyim? X deyim bir dənə. Ümumi bucaq bir dənə X-dir. X. Bax, bütöv, ümumi bucaq nədir? Bir dənə X-dir. Bir bütöv ha. Bu 3x bölünsün 17-dir. Yəni bir ədədin hissəsini tapanda həmin hissəyə vururuq da ədədi başa düşürsən. X-i də həmin hissəyə vuracam, yəni 17-də 3-ə vuracam. Aha. İndi deyir ki, bax x eyni zamanda nəyə bərabərdir? 12 üstünə gələnsə 3x bölünsün 17-yə də. Hə? Bucağın dərəcə ölçüsünü tapın. Bunu ortaq məxrəc eləməliyik. Ortaq məxrəc eləndə nə olacaq? 17-ni 12-yə vuracaq. Bunun daha qısa bir yolu varmı? O biraz fikirləşim. Verilən bucağın bir dəqiqə. Yox. Konuş artıq. Bir dəqiqə beynim durulsun. Durum. Baqa gir. Davam eləyək. Mən biraz beynim tormozlanıb, amma
Bitirim, bir şey qalmayıb. Amma bunu fərqli başqa bir yolla getmək istəyirəm. Çünki belə düşünürəm ki, uzun çəkəcək, 17-ni 12-yə vurmağa da ərinirəm. Onun üçün başqa bir şey eləmək olar. Bir dənə bunu şey eləyim, silim. Başqa cür nisbətləmək olar nətər? Belə çıxarsa da cavabı, yəni o problem deyil. Sadəcə mən biraz ona ərinirəm və imtahanda da qabağınıza çıxsa o yolla getməyin ki, düşünmürəm ki, bu imtahanda qabağınıza çıxa, biraz çox şablon sualdır, amma yenə bilmək lazımdır. Yəni ən azından riyaziyyatımız inkişaf eləyir bizim. Ki, bucağın tərəfləri arasında çıxan şüa, bax bir tərəf bu çıxdı, bir şüa çıxdı. Bax tərəflər arasında dediyi, yəni bu bir tərəf, bunun arasında bir şüa çıxır. Kiçiyinin dərəcə ölçüsü 12-dir. 2-dir. O biri dərəcə ölçüsü mən x deyim bir dənə. Ümumi nə olur? 12 plus x olmur. Plus x olur da, hə. Bu deyir ki, deyir, həmin bu x 12 plus x-in 17-də 3 hissəsidir. Başa düşürsüz? Yəni mən 12 plus x-i 12 plus x-i 17-də 3-ə vuranda 12 plus x-i 17-də 3-ə vuranda nəyi tapıram? X tapıram da. İndi mən bunu çarpaz vursam, yəni 12 plus x vurulsun 3, 17-ni bura vururam. 17 x-ə. Bu nə olacaq? 36. Üstünə gəlsə bunu bura vurdum. 3x bərabər nə? 17 x-ə. Hə? İndi bunu atdım bu tərəfə. 14 x nəyə bərabər olacaq? X olacaq 14. 36 bölünsün 14-ə. Hə? 36 ilə 14-ü xısar gedəndə 18 bölünsün 7 olacaq. Bu 18 bölünsün 7. Bu bucağın dərəcə ölçüsünü istəyir. Ümumi bucağın dərəcə ölçüsünü istəyir yəqin ki. Və niyə belə oldu? Heç bir fikrim yoxdur. Yəqin ki, harcası səhv eləmişəm. Bir də dayandırım, bir də baxım. İndi çözdüm. Yuxulu beyindən biraz anlamaq çətin olurmuş. Yəni sual düz anlamamışam, balıqlama atlamışam suala. Sual əslində çox bəsit bir sualdır. Yəni düşünürəm ki, hesablama səhv eləmişəm, amma hesablama səhv deyil, anlama səhv eləmişəm burada mən. Bir dənə onu həll eləyək. Çünki çox bəsit bir sualdır. Deyir ki, səhv hardadır? Bir dəqiqə. Aha. Deyir ki, bucağın tərəfləri arasında yenə deyirəm, çəkməyə ehtiyac belə yoxdur məncə. Şua onu kiçiyinin 12 dərəcə və olan iki bucağa ayırır. Və bu verilən, yəni bu, yəni 12 verilən bucağın 17-də 3 hissəsidir. Başa düşdü? Yəni 12 bunun 17-də 3 hissəsidir. Əgər 12 17-də 3-üdürsə, 17-də 17-si hansı olacaq? Yəni x olacaq da. Başa düşdü? Yenə tənasüb deyirəm. Tənasüblə gedir. 17-də 17 nədir? 1-dir. Yəni tam. Bir şeyin tamı 17-də 17-dir. Məsələn, mən 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 tam olmağım üçün, yəni tamamlanmalıyam. 17-də tamamlanmaq üçün, vahid olmaq üçün tamamlanmalıyam. 17-də 17 olmalı, okey? Bizə 17-də 17-sini istəyir. İndi bunu tapaq, çarpaz vuraq. 3x bölünsün 17 bərabərdir. 17-də 17 vurulsun nəyə? 12-yə. Hə? 17 ilə 17 ixtisar 7. 3 ilə 12 ixtisar 7. 4. X nəyə bərabərdir? 68-ə bərabərdir. Nə olur? D variantı. Çünki x 4-ü 17-yə vuran nə edir? 68 edir. Bəsit bir sualdır. Burada vaxtınızı aldığım üçün üzr istəyirəm. Editləyə bilməyəcəm. Çünki kompüterim CapCut-da çox yəqin ki aldıra bilməyəcəm. Onun üçün belə baxın. Problemsizdir məncə. Yəni bəsit bir sual idi. Sonra keçək bu suala. Nə deyir? Deyir ki, OK şüası AOB bucağının tən böləndir. Tən bölən nə idi? Tən bölürdü. Tən ortadan bölürdü və bərabər bölürdü. Tən ortadan və bərabər. Bax, bərabər olmalıdır. Bu iki bucaq bir-birinə bərabər olmalıdır. 3x çıxılsın plus 7 nəyə bərabərdir? 32 çıxılsın 2x-ə. 2x at bu tərəfə 5x, 7-ni at bu tərəfə nəyə? 25. X nəyə bərabərdir? 5-ə bərabərdir. X 5-dirsə A, O, B bucağını istəyir. A, O, B. Ümumini istəyir. Ümumi istəyirsə toplamaq lazımdır. Aydındır ki, 3x plus 7 bərabərdir 32 plus 32 çıx 2x bərabərdir. 3x burada mənfi 2x burada, yəni x üstünə gəlsin 39. Bu nə idi? 5 idi. 5-in üstünə 39 yəni nə edir? 45 dərəcə edir. Cavab nə oldu? 45 dərəcə. Bəsit bir sualdır. Yəni 22.5, 22.5 böldü. Bəsit bir şey. Tənlik həll etməyi bacarmaq lazımdır. Ha. Deyir ki, ABC. Bax, ABC.
B ortada hansıdır? Ortada B-dir. Ortada B-dirsə deməli ikincüdəki B olacaq. İkincüdəki B olacaq. Bir dəqiqə. Kompüterin zaryadkası dönür. Ha, harda qalmışdıq? Qalmışdıq burada. Ha. Deyir ki, A, B, C. Bax, B ortadadır da. Ortadakı B-dir. Yəqin ki, bura A-dır. Yəqin ki, yox. Yəni təbii ki, bura A-dır və C-dir. Bax, A, B, C. Görürsüz, buradan görsəndə 148 dərəcədir bura. 148 dərəcə. B-də isə ABC bucağının tərəfləri arasında keçən ixtiyari şüadır. Bax, B-dir. B-dir. Bura bir D-dir. Bu ixtiyari bir şüadır ki, hansı ki buradan B-dən keçir. Okay? B-dən keçir və belə deyim də, BA və BC tərəfləri arasından keçir və ixtiyari bir şüadır. Okay? Bunu bildik. ABD və DBC bucaqlarının tənbölənlər arasındakı məsafə. Bax, məsafə nə idi? Bucaq buradakı bunun və bunun tənbölənlər arasındakı məsafə. O tənbölən aydındır ki, məsələn alfa və alfa böləcək. Bunlar da nə böləcək? Beta və beta. Tən ortadan və bərabər böləcək. Bax, tənbölənlər arasındakı bucağı soruşur. Bax, bizdən soruşur bu bucağı, həmin bu bucağı. Yəni alfa plus beta bucağı soruşur. Okay? İndi ümumi neçədir? Ümumi 148-də. Ümumi 148-də 2 dənə alfa, 2 dənə beta var. Hə? Yəni 2 alfa plus 2 beta, 2 beta nəyə bərabərdir? 148-ə bərabərdir. Buradan 2-ni çıxarsam çölə, alfa plus beta nəyə bərabərdir? 148-ə bərabərdir. İndi 2 ilə bu getsə, alfa üstünə gəlsin, beta nəyə bərabərdir? 148 2-yə bölündə 74-ə bərabərdir. Cavabımız nə oldu? 74. Sürətli həll elədim kimi oldu, amma yenə bir də başdan keçirəm. Baxın, belə bir bucaq var və ortadan bir şüa, ixtiyari bir şüa keçir. Bu tənbula falan deyil, sadəcə bir şüadır. Deyir ki, bu şüanın ayırdığı iki bucağı da həmin o bucaqların tənbölənləri arasındakı bucağı soruşur bizdən. Məsələn, ikisinə deyir tənböləni çək və onların arasındakı bucağı soruşur. Mən də ikisinə tənböləni çəkdim. Dedim ki, bu alfa bölür bunu. Çünki tən bölür, yəni 2-yə bölür, bərabər bölür. Alfa burada bölür, beta burada bölür. Çünki eyni bucaqlar deyil də bunlar. Beta alfa bölür. İndi bizdən nə soruşur? İki tənbölən arasındakı bucağı. İki tənbölən burada alfa qalır, burada da beta qalır, hə? Alfa plus betanı soruşur bizdən. İndi mən bilirəm ki, ümumi 148, 2 alfa üstə 2 betadır. Çünki biz buradan görürük. Hə? 2 alfa üstə 2 beta 148, ikinci çölə çıxartdım. Alfa plus betanı nə tapdım? 74 tapdım. Bizdən zaten alfa plus betanı istəyir. Cavab nə oldu? 74 oldu. Sonra çək bura. Deyir ki, BN və BM şüaları uyğun olaraq ABC və ABN bucaqlarının tənbölənləridir. Bax, BN, bu və bu. Uyğun olaraq ABC, bax, ABC ümumi bunun və ABN-nin tənböləni. Yəni bu M buranın tənbölənidir alfa və bu da buranın tənböləni. Yəni bura 2 alfa olacaq. Niyə görə 2 alfa olacaq deyə soruşsan. Bax, bunlar bir-birinə bərabər olmalıdır, həmin bu bucaqlar. Bir-birinə bərabər olmalıdır. Bunu daha böyük versiyada çəkim, daha rahat anlata bilim. Bu A-dır, B-dir, C-dir, N-dir, M. Deyir ki, BN, bax, BN. BN, bura B-dir. Bura B-dir, bura A-dır. Deyir ki, BN, bax, bu həmin bu. Nəyin tənbölənidir? Ümumi, bütün, yəni ABC-nin tənböləni, yəni ən böyüyü ABC. Bunun tənbölənidir. Yəni hələlik ora girmirəm. Yəni amma bunu bil ki, bax bura ilə bu bucağla həmin bu bucaq bir-birinə bərabərdir. Düzdür, şəkildə bərabər görsənmir, amma bərabərdir. ABN bucağın tənbölənidir. Burada nədir? BM. ABN-nin tənbölənidir. Bax BM həmin bu bucaq nəyin tənbölənidir? ABN-nin, yəni buranın tənbölənidir. Yəni bura alfadırsa, bura da alfa olmalıdır. Burada alfa olmalı. Demişdim axı, bura nə oldu? 2 alfa oldu. Bura 2 alfasa bura nə olmalıdır? 2 alfa olmalıdır. Çünki burada bura bərabər idi. Ümumi nədir? 4 alfa. Da option. ABC ümumi A, B, C nədir? 160 dərəcədir. Və nədir? 4 alfadır. 4. Çünki niyə görə? 2 alfa burada var, 2 alfa burada var. Tənböləndə axı. Alfa buradan nəyə bərabər olur? Alfa buradan bərabər olur 40-a. Alfa 40-dır. Deyir ki, M, B nəyə soruşur? Bax, B, nə? Alfanı soruşur bizdən. Alfa nədir? 40 dərəcədir. Həqiqətən bəsit bir sualdır. Yazılası bir sualdır. Yəni, buraxılış imtahanında düşə bilər. Yəni, həqiqətən potensial olaraq buraxılış imtahanında düşmə ehtimalı məncə var, çoxdur. Okay, bu belə. Keçək 23-cü suala. Deyir ki,
A düz bucaqdır. Yəni A düz bucaq dediyi, yəni A 90 dərəcədir də. A 90 dərəcədir. B çorbucaqdır. Okay, B çorbucaqdır. Yəni çorbucaq nə olduğunu bilirik. 90-dan böyük 180-dən kiçik və bunu sor. Deyir ki, bu 260-a bölünür. Yəni B nədir? B çorbucaqdır, bilmirəm. B-nə bir də B-yə bir də beta deyim. Beta çıxılsın. A-nın 90 olduğunu bilirəm. 90. Üstə gəlsin C. Yəni C-yə nə deyim? Bir dənə qamma deyim deyək. Qamma. Qamma bərabərdir 260. Hə? Beta plus qamma bərabərdir nəyə? 260 çıxılsın 90. Nə eləyir? 260-dan 90 çıxanda, yəni çıxılsın yox, yəni bura mənfi olanda qabağa plus kimi atıram. Burada nə olur? 260-ın üstünə 90 gələn eləyir 350 dərəcə. 350 dərəcə. Deyir ki, C-nin ölçüsünün ala biləcəyi ən kiçik tam qiyməti tapın. Bax, ən kiçik tam qiyməti tapmaq üçün B maksimum almalıdır da, başa düşürsünüz? Məsələn, 2 cəmdir də. A üstəgəlsin B-dir. Burada müəyyən bir X qiymət alıb, bilmirəm, yəni maraqlı da deyil. Bunun hər hansı birinin kiçik alması üçün o biri böyük qiymət almalıdır da, başa düşürsən? Məsələn, 5 üstə 5 gəlirsən, 10 eləyir də. Amma 1-in üstə 9 gələndə nə eləyir? Yenə oynayır. Amma biri kiçikdir, biri böyükdür. 5-5 bərabərdir. Biri azaldıqca biri artır. Biri azaldıqca biri artır. Yəni bunun ən kiçik olmağın fərz eləmək üçün bunun ən böyük olduğunu fərz eləməliyəm. Başa düşdünüz? Və B korbucaqdır. B korbucaq ən böyük neçə ala bilər? 179 ala bilər də. B maksimum 179 ala bilər. Maksimum qiymət. Yəni 179 üstünə gəlsin. Qamma bərabərdir nəyə? 350-yə. Hə? Qamma nəyə bərabərdir? 350-dən 179-u çıxanda neçə eləyir? 3 179 çıxanda. Bildim elə 11, 21 buradan, 21 buradan, 150 də buradan. 21 üstə 150 gələndə nə eləyir? 171. 171. Qamma cavab 171-dir 30-da. Aha, 171-dir cavab. Bu da belə. Ümid edirəm ki, başa düşdünüz. Başa düşmədinizsə, başa sarın bir də baxın. Çünki video bayağı bir uzayır. Aha. Nə deyir? MOP 145-dir. Baxın, MOP. Ümumi boyu 145-dir. Ümumi. 145. Tamam. MON. Bax, MON bərabər nəyə? NOP çıxılsın. Məsələn, bura alfa deyim. Ya da nətər deyim? Bura alfa deyim. Hə. Ya da bura alfa deyim. Bura alfa çıxılsın 27 deyim. Olur. Olur da. Sən NOP-ya deyim alfa. M-O-N avtomatik alfa çıxısı 27 olacaq. Çünki mən bunu alfa ilə əvəz edirəm sadəcə. Alfa çıxısı 27-dir. Bu nə olacaq? Alfa çıxısı 27-dir, hə? Ümumi MOP nədir? Bax, MOP. MOP nəyə bərabərdir? 145-ə bərabərdir. Eyni zamanda MOP nəyə bərabərdir? Bu iki bucağın cəminə bərabərdir də. Çünki bu şua. Həmin bu bucağı 2-yə bölür. Və 2 ayrı bucağa bölür. Bunların cəmi bizə ümumi bucağı verir. Okay? Ümumi bucağı verir. Yəni alfa çıx. Alfa üstə gəlsin. Alfa çıxılsın 27-dir. Aha, bu 2 alfa çıx 27 nəyə bərabərdir? 145-ə bərabərdir. Hə. İndi 2 alfa bərabərdir 145 çıxılsın nəyə? 27. 145-də 27 çıxılsın yox, toplayın. Çünki mənfi ora müsbət kimi gedir. Yenə üzr sayın. Saat neçədir? 1-dir. Artıq onun üçün biraz yuxuluyam. 145 üstənəlsin 27 nə edir? 171, 172. 72-ni də 2-yə böləndə alfa nə idi? Biz heç nəyi soruşurduq? NOP-ni soruşurduq. NOP ilə alfadır. Alfa nəyə bərabərdir? 86-ya bərabərdir. Mən bilən deyirəm, cavab 86-dırmı? Cavab 86-dır. Okay. Başa düşdünüz deyə ümid eləyirəm. Başa düşməsə yenə baxın. Keçək bu suala. Bunların hamısı bu arada buraxılışda istifadə oluna bilər. Hətta blokda da istifadə oluna bilər. Onun üçün baxın vacib suallarda. COD çıxılsın KOD bərabər nəyə? 62. Bax, COD haradır? COD buradır, hə. COD bir də alfa deyirəm. KOD haradır? KOD buradır. Bura bir də beta deyirəm. Alfa çıxılsın beta. Lap burada bir də qamma deyim. Yəni sizin xətrinizə burada bir də qamma deyim. Alfa çıxılsın beta nəyə bərabərdir? 62-yə bərabərdir, hə. 62. COD, yəni alfa çıxılsın KOC, yəni KO çıxılsın qamma. Qamma bərabərdir nəyə? 52-yə. Ayrıca mən məsələn görürsən ki, bunu sistem təlini həll edə bilərsənmi? Yox. Çünki niyə görə? 2 bərabərliyim var, amma 3 dəyişənim var. Mən deyirdim, əgər bərabərliyin sayı dəyişənin sayından azdırsa, yəni bilinməyənin sayından azdırsa, o tənlik həll oluna bilməz.
Okay, burada əgər burada 2 dəyişən 2 bərabərlik olsaydı, normal sistem təlini həll etmək olardı. Amma burada eləmək olmaz. Onun üçün ayrı bir bərabərlik, üçüncü bir bərabərlik açmaq lazımdır. Və mən də kafamı çalışdırıram. Bu tam uzaqdır. 360. Yəni alfa plus beta plus qamma nəyə bərabərdir? 360-a bərabərdir. İndi mən alfa plus betanı nə cür istifadə edə bilərəm? Sən burada alfanı 62 plus beta kimi istifadə edə bilərəm. 62 plus beta. Çünki niyə görə? Alfa buradan alıram da. Beta atdım o tarafa. 62 plus beta oldu. Alfanı yeni getirib burada 62 plus beta plus gamma bərabərdir 360 deyə yaza bilirəm. Daha. İndi nə olacaq? Alfa bu gammadır. Gamma üstünə gəlsin 2 beta. 62-ni attım o tərəfə. Nə olacaq? 190, 298. Aha. İndi artıq bir şeylər eləmək olar. Ya da olmaz. Niyə görə olmaz? Çünki yenə fərqli bir alfa çıxılsın gamma bərabərdir 52. Hə? Alfa çıxılsın gamma 52. Gamma çıxılsın plus 2 beta nəyə bərabərdir? 298-ə. Deyərsən ki, yenə 3 dəyişənim var, alfa var, beta var, gamma var, beta var. Yəni 3 dəyişən 2 bərabərlik var. Amma mən demişdim axı alfa nədir? 62 plus beta da. Sən yenə gətirib 62 plus beta'nı bunun yerinə qoymalısan. Orada da 62 belə bir şey olacaq. Aha. 62 plus 62 olacaq. Onun üçün fərqli bir yolla açmaq lazımdır. Ondan sonra videoları səhər çəkəcəm. Ən yaxşısı odur. Adam yuxulananda gözünün qabağındakı görmür. Bunları tərəf-tərəf toplayın. Tərəf-tərəf toplayanda nə olur? Normalda 2 saniyə fərq eləyəcək bir şeydir, amma 2 alfa çıxılsın beta, çıxılsın gamma. Nəyə bərabərdir? 52 ilə 62-ni toplayanda 300 nə idi? Görsən. 112-yə. 112-yə bərabərdir, Eyni zamanda gətir bunun altına yaz. Alfa üstünə yaz. Beta üstünə yaz. Gamma nəyə bərabərdir? 360-a bərabər. İndi bunları topla. Topladım. Bunlar getdi. 3 alfa. Nəyə bərabərdir? 472-yə. 472-ni 3-ə böləndə nə edir? Yəqin ki, bu 3-ə bölünür də. Rəqəmlər cəmi 3-ə bölünür. 9, bu da 4. 9-un 4 gələn nə edir? Bölünmür. Niyə görə bölünmür? Yəni deməli, yenə səhv eləmişik. Və mən bezdim. Yenə baxım. Yəni çox sorry. Vaxtınızı alıram, amma 114 eləmir. 112 eləmirmiş. Bu 114 eləyirmiş. 114. 114 nədir? Bunlar hərləri toplayanda 174 edir. Bu yəqin ki, bölünür. Çünki 8 üzrə 7 gələn 15. Aha, bölünür. İndi bunu 3-ə böləndə nə edir? 47-ni 3-ə böləndə 47 3-ə böləndə nə edir? 12. 474 bölünür 3-ə. 3 bir dəfə, bu 3, 17, 5 dəfə, 2, 4, 6, 156. Alfamız nə oldu? 156 dərəcə oldu. Bizdən nəyi soruşdu? COD. COD haradır? Burada. Alfadır. Alfamız nə oldu? 156 dərəcə oldu. Bu sual tipi də, yəni sırf konkret belə 360 dərəcənin görmək yolu ilə çıxır. Əgər videonu bəyəndisə, yəni ilk video üçün o qədər keyfiyyətli video olmadı, ona düşünürəm. Bilmirəm. Əziyyət çəkdim, amma nə qədər keyfiyyətli oldu bilmirəm. Keyfiyyəti daha da artırmağa çalışacağam. Gündüz çəkəcəm videoları. Təşəkkürlər. Bəyəndisə like atın. Kanalda digər videolar var. Girib baxa bilərsiniz. Əgər bu keşfiyyətinizə çıxırsa bu video. Təşəkkürlər. Like atın, yorum atın. Tənqid və iradlara açığam. Təşəkkürlər.